Salam aleykum, hamını yeni videodan salamlayıram. Demək, bu günləri həftənin bazar günüdür. Mart ayının 16-sıdır. Və bu günləri çıxırıq taksiyə. Saat da 15:43-dür. Təxminən 1-15 dəqiqə bundan qabaq çıxmışam işə. 4-ün yarısından. İlk sifarişimiz gəldi Uber'dən. Uber bura getmir. Bir də burada kateqoriyaları sifarişə gedirəm Uber'də. Xəttdən çıxmamaq üçün Komfort Plus'u bağlayıb şəhərdən şəhərəni bir dənə saxladım. Niyə? Çünki saatımız aktiv olaraq görünsün. Həm də Bolt'un alqoritmində belə bir şey var da, yəni Bolt baxır ki, sən neçə saatda aktivsən, yəni ona uyğun da sifariş verir. Yəni tək reyting bu məsələyə təsirləmir, həm də aktiv olduğu saatlar. Və Bolt onu hansısa bir yolla tənzimləyir. Bilmirəm, o alqoritm dəqiq necə işləyir, amma Bolt'un özünün dediyidir ki, yəni biz hər sürücünün saatlıq gəlirini bacardıqca təmin edirik. Bu günləri bilməm neçə saat işləyəcək, təxminən iftara kimi işləyəcək, ondan sonra yenə də çıxaram 8-9-sun. Bu günlər həftənin bazar günüdür. Səhv eləmirəmsə dünənləri axşam çağda normal iş olub. Çünki havalar artıq düzəldi. Havalar hamısı isinib. Hamısı neydi? Havalar isinib. O yüzden də cəmaət iftardan sonra və yaxud da iftarın özünə belə çıxırlar. Gəzintiyə falan, en azından iftara hansısa bir restorana çıxırlar, eləyirlər. Həm də bayram qabağıdır. Bayramda ümumiyyətlə iş çox zəif olacaq, bunu öncədən deyim. Yəqin ki, indi bu bayram qabağı çıxır bu video. Bayram vaxtı işlər çox zəif olacaq. İndi bu və digər məsələlərdən birazdan danışaraq ilk sifarişimizi icra eləyək. Nəsrəddin Tusi. Təxminən Həzəstanova tərəf gəlib sifariş. Xatırladım ki, Yangonun Komfort Plus tarifindən gəlib sifariş. İlk sifarişimizi bitirdik. Və qiymətdə gördüyünüz kimi burada qiymət 3.80, bonus 70 qəpik. Ümumi 4 manat 40 qəpik ödəniş olundu. Bunun zaten mən demək endirimli olduğunu bilirdim. Yəni 3.80 təxminən elə ekonom qiymətinə cəmaət Komfort Plus sifariş verir. Tarif gördüyünüz kimi Komfort Plus. Okey olsun, ev yox. Bolt'ta kateqoriyalarımızı geriyə qaytaraq. Komfort Plus. Belə. Sifarişimiz gəldi Vungtao. Demək, Ukraynsk qurğundan parkdan gediləcək Panorama parka. Təxminən burada bir 25 dəqiqə falan dayandım. 16-11'də çatmışdım. Uber'dəki sifarişi yerinə yetirmişdim. İndi artıq 16:37'dir. Sifarişimizi icra elədik. Qiymət 4.70 idi. Müştəri sağ olsun 5 manat ödəniş ödədi. Sifarişi bitirdik. Belə indi Uber'i də aktiv eləmişəm. Hələ ki bir sifariş yoxdur. Açığı buralarda indi bir dənə yer tapıb saxlayacağım. Sifariş əgər yenə də verməsə bir 10-15 dəqiqədən sonra gedəcəm buradan. Üzü Ağşəhərə tərəf. Buradan çox da uzaq deyil. 7-8 kilometre yoldur. Növbəti sifarişimiz gəldi. Yenə də Komfort Plus. Mən getmədim. Elə bir ki, sifariş özü bizi aparır.
Baxşəhər, Afiyettin Cəllova, Xətai tərəf. Sifariş yenə də panorama parkdandır. Qaydaq sifarişimizi götürək. Artıq saat 17:31-dir. Sifarişimizi bitirdik. Qiymət 7 manat 30 qəpik idi. Müştəri nağd ödənişi ilə 7 manat 30 qəpik də ödədi. Demək, daha bir sifariş gəlib artıq. Crescent Mall'dan gedəcək Hüseyn Cavid prospektinə. Belə tıxacdır həmişəki kimi. İftara yaxın vaxtı hamısı axın edib şəhər mərkəzinə. Sifariş ləğv olundu. Müştəri sağ olsun zəng vurdu, normal. Dedi ki, mən tələsirəm, imtina eləyəcəm. Dedim, tamam eləyin. Zaten buradan çıxmaq olmur. Mən bir 5-6 dəqiqədə elə bu küçədəyəm. Sağa yol getmir heç cürə. Demək, sifarişimiz gəldi. Komfort tarifindən gəlib sifariş. Gediləcək ünvan Təzəpir məscidi, İçər şəhər tərəf. Gedə görə ora gəlib çıxa bilirik ümumiyyətlə, yoxsa yox. Demək, sifarişi icra elədik. Qiymət 480 idi, ödəniş kartla idi. İndi bir 3-5 dəqiqədə gözləyək. Sifariş əgər versə verdim. Uzaqlara çox da getməyəcəm. Yaxınlara bura sifariş versə verdi, verməsə inşallah azam vaxtına bir şey qalmayıb. Təxminən bir 15 dəqiqə vaxt qalıb. Yəqin ki, ondan sonra fasilə eləyərik. 1 saat. Saat indi 7-yə qalıb. Təxminən sifariş olmasa 8-ə qalmış falan işimizə davam edərik. Daha bir sifarişimiz gəldi. Demək, saatımız 20:13. Saat 9 işləyib, təxminən saat 8-də çıxmışıq. Bir 10 dəqiqə gözlədik. İlk sifarişimiz gəldi. Sifariş komfort tarifindən də gördüyünüz kimi. Sifarişimizi gedək icra edək. Sifarişi bitirdik 28 Bay küçəsində, təxminən Nizam Kinotəatrına tərəf gəldi. Qiymət 390. Ödəniş kartla idi. Şəhərin mərkəzində 1.1 əmsal var. Qırabucaqda da var. Belə gördüyünüz kimi. Düşünürəm saat 10-dan sonra yaxşı sifarişlər olmalıdır. Yəni çoxlu sifarişlər olacaq böyük ehtimal ki. Çünki şəhərə baxıram, hər tərəf maşındır. Bazar günüdür. İnsanlar ya iftara, ya iftardan sonra mərkəzə gəlirlər. İnşallah ki, sifarişlərimiz olar. Demək, sifariş mənə çox yaxından verildi. Gördünüz ki, nə çəkə bildim, nə bir şey. Çəkiş eləyəndə artıq müştəri maşındaydı. Demək, bir dənə biabırçılıq qiymətə baxın. Sahil metrosun yanından Şəfa stadionuna tərəf gördüyünüz bu körpünün qırağı. 4 manat 30 qəpik. Özü də Comfort Plus. Buna baxın. 7 kilometre yol. 7.2 kilometre 15 dəqiqə. 4 manat 30 qəpik. Necədir? Ümumiyyətlə necə baş verdi? Bu mənə çox maraqlıdır. Yəni bunu necə hesablamaqdır Bolt? Baxın, həqiqətən də yerində də yoxladım. İndi yenə də yoxlayıram. Siz də baxın. Demək, sahil metrosunun yanından vururam Şəfa stadionuna.
Ekonom 360, Komfort 420, Komfort Plus 4 manat 40 qəpik. İndi isə sizə Focus göstəreyim. Sahil metrosunun yanından gəlin bir yaxın məsafəyə vuraq. Məsələn 28 mola. Hansı ki heç 2 kilometr yol deyil. Baxın qiymətlərə. Ekonom 4 manat 10 qəpik. Komfort 5 manat 10 qəpik. Komfort Plus 5 manat 50 qəpik. Zəhmət olmasa bu paradoksa bir Boltdan açıqlama gəlsin. Yəni bu necə olan şeydir? 7 kilometr yola 4 manat 30 qəpik. Yaxın məsafəyə isə 5 manat 50 qəpik yazır. Yəni bu necə işləyir? Kimsə bunun cavabını bilirsə mənə yazsın. Yəni, xatırladım ki, o şəhər arasında maksimum 1.1 əmsallandı sifariş. Yəni kimsə əmsala bağlayar, onun dəxlisi yoxdur. Demək, həmən gedişin üzərindən Bolta şikayət elədim. Yazdım ki, necə olur ki 7 kilometr yola Komfort Plus 430 yazır. Halbuki eyni yerdən daha yaxın 500 metr məsafəyə 550 yazır. Bu necə işləyir? Göndərəm mesajı. Şablon cavab gələcək. Onu rədd eləyək, görək. Başlandı. Bəzən gözlənilən faktiki qiymət arasında fərqlər ola bilər. Bu normaldır və zaman baş verə bilər. Sizin səbriniz üçün təşəkkür edirik. Problemimizi həll edirmi? Xeyr, əlbəttə ki, həll eləmir. Mesajı deyir, yenidən yazın. Buyurun. Və yenə şablon cavab göndərəcək elə mənə. Vəssalam, tutmalığı tutdu. Bir dəqiqə bunu həll eləyim. Nəsə, bot rədd olmur. 3 dəfə yazdım onlara. Bu arada müştəri bizə nə qədər ödəniş elədi? 5 manat ödəniş elədi. Nəsə, gedək bu sifarişimizi icra edək. Sifariş biraz arxadan verilib, səhv eləmirəmsə. Nəsə, müştəri yaxınlaşır yəqin ki. Sonra yenidən Bolta yazmağa davam eləyəcəm. Görüm nə cavab verirlər ona. Evet, təxminən gəlmişik Keşlə tərəfə. Bu Aspetrolun düz qabağından sağa. Burası Komfortun yeridir. Mən soxmusuz bura. Bilmən nəsə iş düz getmir. Nəsə, qiymət 3.90. Müştəri 4 manat verdi. İndi buradan çıxaq yola, görək. Bolta başa sala bilirikmi? Mənə bot yox, bir normal bir adam cavab versin. Yəni Bolt heç cürə başa düşmək istəmir. Yəni əslində Boltun flitləri yaratmağında bir nömrəli məqsəd budur ki, sürücülərdən necə deyərlər, rusunsuz olmasın, как можно подальше. Yəni sürücülər bunlara yazmasın. Bütün problemləri flit öz üzərinə götürsün. O belə şeylərdən uzaq olsun. Ona görə də bir dənə bot qoyublar ora. Alisa fason. Məsələn, cümlənin ortasında qiymət görürsə, yazır ki, məsələn, çox təəssüf edirik, mən nə bilim nə. Ortasında yəni söyüş də yazsa, yəni onu da qiymət əvəzi başa düşüb, yəni onu da belə yola verəcək. Çox qəribə sistemdir. Yəni bunu qabaq normal cavab verirdilər. Yəni yazanlar çoxaldı, yoxsa nə oldu bilmirəm. Başlarından rədd eləmək üçün belə bir sistem yaradıblar. Baxın bax.
Bax, bir dəfə vurdum. Xeyr, köməyə ehtiyacım var. Yenə yazdı. Yenə vurdum, xeyr. Yenə yazdı. Yazdım, botu rədd eləyin. Yenə təkrar eyni mesajı göndərir mənə. Yenə yazdım, xeyr, köməyə ehtiyacım var. Yenə yazdı ki, buyurun, problemimiz haqqında geniş ətraflı yazın. Yenə yazmışam, botu rədd eləyin. İndi mənə nəhayət ki, cavab yazıblar. Cavabında indi görək nə yazıblar. Maşallah, siz bayaqdan ekranı görmürsünüz deyəsən. Boş-boşuna danışıram burada. Baxın, botu rədd eləyin. Xeyr, köməyə ehtiyacım var. Xeyr, köməyə ehtiyacım var. Və yenə də bu Aysel xanım da əllərinin altında orada hazır şablonlar var da. Təzədən bir şablonun altına vurub cavabı göndərib mənə. Yəqin ki, bunu Bolta mesaj yazanların hamısı oxuyub. Sizi çox yaxşı başa düşürəm və işinizdən nə qədər çətin olduğunu anlayıram. Ümumi gediş qiymətinə gedilən marşrut yolu, sərf edilən dəqiqələr və əmsallar təsir göstərir və bu səbəblə gediş dəfəsində fərqli hesablanır. Bizə bildirdiyiniz gedişə nəzər saldım və qeyd etmək istəyirəm ki, qiymət hesablaması heç bir səhvlik yoxdur. Mən sənə başqa sual vermişdim, ay tupoy Aysel. Mesajı oxu, cavab ver. Səhərə kimi sizə bu mesajı göndərəcəm. Yəni, mənə bir normal cavab verincə. Yenidən göndərdiyi mesajı görə indi nə cavab verirlər. Yəni, bunun nə cavab vermək olar? Yəni, 7 kilometrdən çox yol getmişəm, 4.30 yazıb. Eyni saatda, eyni anda 500 metr yaxını, 500 metr də yox, 10 metr də qabağa vursan, olduğun yerdən olduğun yerə 5 manat 50 qəpik pul yazır. Bu necə hesablanır? Məntiqi və yaxud da hansısa qayda ilə, hansı qanunla necə hesablanır bu? Mənə bu Bolt cavab versin. Daha bir sifarişimiz Comfort Plus'la mərkəzə. Qiymət 4 manat 70 qəpik. Deyirəm də, yəni bunu haradasa, necəsə başa düşmək olar da, yəni bunun kilometrajı 7 kilometr deyil, təxminən bir 5 kilometrdir. Bəlkə də ondan 4 nə qədər olar. İndi gedişi sonlandıranda baxacağım. Yəni 4.70. Ən azından bilsən ki, bu şəhərə getdin. Şəhərdən də əlavə, yəni kilometraj, yəni Bolt mənə buna nə cavab verəcək? Mənə çox maraqlıdır. Yəni 7 kilometr yola 4.30 yazır. Ya buna konkret deməlidir ki, bəli, bizə tapşırıq gəlib ki, uzaq gedişləri ucuz eləyin ki, cəmaat taksidən istifadə eləsin, yaxın gedişlərdən baha yazın ki, cəmaat avtobus, metroya minsin. Yəni bu cavabı verməlidir. Başqa heç bir cavab tapa bilməyəcəklər mən bilən. Yəni bunun başqa heç bir açıqlaması yoxdur. Nəsə, bu sifarişimizi icra eləyək. Bolt o vaxta qədər yəqin ki, bir şey uydurub mənə cavab verər. Və bundan öncəki sifarişi bitirdim. Qiymət 4 manat 70 qəpik idi. Müştəri sağ olsun 6 manat ödənişdədir. Daha bir sifariş gəlib Crescent Mall. Comfort Plus yox, Comfortdan sifariş gəlib. Açıq ünvan yadımda deyil, indi baxıb sizə deyərəm. Müştərinin gedəcəyi ünvan 3-ün Kuruqu tərəfdir. Qiymət də 6 manat 20 qəpikdir. Nəsə, sifariş imtina olundu. Müştəri ilə yaxınlaşanda maşını sürdüm, çıxdım, getdim. Sifarişi verirlər 3-cü, 4-cü mərtəbədə oturub yemək yeyəndə. Ondan sonra gedirlər, əl-üzün yuyurlar. Özlərinə vitfason verirlər, ondan sonra gəlirlər. Yəni taksi çöldə, bayırda özünə bir yer eləyər, saxlayar, kimisə yolun kəsər falan. Yəni insanların beyni o qədər işləmir. Yəni başqa şeylər üçün çox gözəl işləyir. Allah qurban olum. Əsas da xanımlar heç nəyi düşünmürlər. Yəni taksi sifariş verəndə heç nə, yəni nə dayanma, nə durma, nə düşmə, nə gözləmə, heç nə də, yəni heç nə. Bildiyiniz heç nə düşünmürlər.
Neyse. Aralaşdım, zəng vurub deyir ki, niyə sürdünüz, çıxdınız, getdiniz? Dedim, neyləmədim, yol kəsməliydim, qalmalıydım yolun ortasında. Yeni bir sifariş geldi Süleyman Vəzirovdan, Xətaydan. Təxminən səhv eləmirəmsə Sedimoya tərəf. Gedək sifarişimizi icra eləyək. Yenə də qiymət aşağıdır sifariş. Xatırladım ki, Comfort Plus'la verilib. Comfort'u artıq bağladım. Yalnız Comfort Plus'u açıq saxlamışam. Çünki biraz əmsallar başlayıb. Sifariş ama 1.1 əmsalla gəldi. Yenə eyni senari, yenə eyni biabırsılıq. Qiymət 4 manat 90 qəpik. Ödəniş kartlandır. Və gəldiyimiz məsafəyə gəlin bir yerdə baxaq. 7.8 kilometr yol. Nəsə, Bolt bizə bir cavab göndərib, girək. Nəsə bir cavab tapa bilib, yoxsa yenə şablondur. Yenə heç nəyə cavab vermir, yenə də eyni senari ilə bu sizin probleminizi həll edirmi? Yenə yazıram. Yenə yazır eyni şey, yenə yazıram xeyr. Yenə yazır, bunun üçün təəssüf edir. Karaçı, Bolt'un buna cavabı yoxdur. Zaten bir cavab da gözləmirəm. Yəqin ki, bir cavabları yoxdur ki, verə bilmirlər, əziyyət çəkirlər. Yəni qrupda bəyaları müzakirə edirik bunu. Bizim bu taksi WhatsApp qrupunda link aşağıda var. Girib linkə istəyə atıb qoşula bilərsiniz. Taksi WhatsApp söhbət qrupudur və dəstək qrupudur və söhbət qrupudur. 2 qrupumuzdur. Orada bəyalar bunun müzakirəsi gedir. Uşaqların yarısı deyir, yat, gəlin hamımız mənim qabağımda yatın. Arxamda olan bütün sürücülər avtoş olur, ara işləyən, qabağımdakılar da yatan. Bütün nə Bakıda tolerant sürücü, yatan sürücülər var, mənim qabağımda olurlar. Bir çoxları nə bilim buna deyir ki, Comfort Plus'dan maşın çoxdur falan filan, amma yenə də buna bir məntiqi cavab deyir. Yəni çox olsa da nə olar, yəni qiymət belə ola bilməz. Yəni 7.8 kilometrə 4.90 və yaxud da 7.2 kilometr yola 4 manat 30 qəpik qiymət. Bu Comfort Plus'a aid deyil. Yəni bu düzgün deyil Bolt. Nəsə, sifarişimiz gəldi Asif Məhrəmova. Sifarişimizi icra edək, daha sonra davam edərik. Gəldi, çatdıq Asif Məhrəmova. Qiymət 4.70 idi, ödəniş nağdı idi, müştəri sağ olsun 5 manat ödəniş ödədi. Əmsal artıq güclənib, şəhərin demək olar ki, bir çox hissəsində, hətta Vasimoyda belə əmsal var. Gözləyən növbəti sifarişimizi görək. Hara olur? Bu arada sürücü faizim aşağı düşdü. 1-2 sifariş imtina etdiyinə görə yəqin ki, orada elə bir səbəb seçiblər ki, faizimiz aşağı düşsün. Əbiyə neynək. Nəsə, bu tərəflərdə qalmaq çoxsa məqsədə uyğun olmadı. Hətta faizimi də saldım. Bir dənə sifariş gəldi. Bilməm, hökməli idi, haraydı, bilmədim heç. O tərəfləri idi haradasa. 4 ya da 5 manat qiymət yazıb Comfort Plus. Ya da şu Comfort Plus'un orada nə işi var? Ekonomi bu ver. Çıx getdə. Allah qurban olum. İmkandan gedib ora çıxmamısan da, yəni bunu hamımız bildikdən bir reallıqdır. Yəni niyə orada bir manatı da qoru da, bir manatı da saxla da. Şüvarlı adamlar var.
oturur ekonom sifariş verir buradan. İndi ne var sənin orada endirimin var ya nəyinsə var. Apar Comfort Plus'u sox hökməliyə. Nəsə gedək mərkəzə doğru. Əmsallar biraz azaldı. Əhatə dairəsi biraz azaldı. Bayaqdan gələ gedəydim. Elə dəqiqəyə qatdım. Biraz girdim TikTok, miktok. Baş qatışdı. Heç nə belə 23:04 saatımız. Artıq 12 işləyib. Gedək şəhərə tərəf. Bu günlər nəsə bu sifariş rutin deyirlər də indi bu təzə söz çıxardıblar. Ya biz tərəfə təzə gəlib çıxıb. Bu nəsə sifarişlərdə məndə alınmır. Ya Bolt bu günləri qiymətləri tərsəmərsə yazır. Nə olub Bolta bilmirəm. Bazar günü işlədinizsə Comfort Plus'da işləyənlərdən söhbət gedir. Belə bir qiymətlərlə rastlaşdınızmı? Yəni uzaq məsafəyə az qiymət. Çünki mən normalda digər günlərdə işləmirəm. Yəni, demək olar ki, elə işlədiyim günlərdə çəkirəm. Bax, gördüyünüz kimi bu bugünküdür. Bu dünəndir, bu İsra gündür, görürsünüz. 11 manat, nə bilim 3 manat 50 qəpik bir dənə sifariş yaparmışam. Ondan qabaqki gün işləməmişəm. Belə işləmirəm adi günlərdə, çünki bu qiymətləri açıram, adi evdə baxıram. Yəni bilim, baxıram ki, WhatsApp qrupunda uşaqlar söhbət eləyir, iş var, iş yoxdur. Görürəm ki, hərə bir dərədədir, yazıb, biri yazıb şəhərin mərkəzindəyim, yarım saatdır sifariş yoxdur, biri yazıb, nə bilim, elmlərdəyəm, biri yazıb neftçilərdəyəm, sifariş yoxdur. Adamda həvəs də qalmır. Açıqdası bu günləri dedim bazar gündə bir çıxım çəkim. Bilirdim zaten belə güclü bir iş olmayacaq. Həmişə nə bilim axırıncı videolar gah qarlı havada çıxmışam, gah 8 martda çıxmışam. Bəzi haqlı, cüzü də olsa haqlı narazılıqları eşidirəm ki, qardaş bu günləri çəksən, bəs qalan günləri də çək. Baxsınlar ki, yəni taksidə o qədər də güclü gəlir yoxdur. Sırf bugünkü gündə çıxdım işləməyə ki, çünki dəhşət çox yazanlar var. Soruşanlar WhatsAppda, həm şəxsidə, rəylərdə, TikTokda, YouTube'da ki, maşın almaq istəyirəm, taksiyə qoşulmaq istəyirəm. Sertifikat almışam, nə bilim, maşınımı satıram, filan maşındır. Girəcəm kreditər leasinqa. Yəni bu tip yəqin ki, rəylər siz də görürsünüz, orada burada. Və tövsiyəm də budur. İndi buradan da səslənirəm. Baxın, bu bugünkü gündə belə günlər də olur. Düzdür, mən günorta geç çıxmışam. Siz daha tez çıxa bilərsiniz. Fərid Rəsulun bir şey vardı, verilişi də var. İş həmişə var. Yəni iş həmişə var. Ekonomda ümumiyyətlə həmişə var. Yəni ehtiyacınız olduğu təqdirdə çıxıb işləyəcəksiniz. Amma soruşanların bəziləri yenə də deyir ki, işdən sonra yenə də çıxıb işləmək istəyirlər. Krediti götürsəm çatdıra bilərəm 700, 800, 900. Bu civarlarda olur çoxlu leasinqlər. Çünki qabağına 8000, 10.000 cəmaat köhnə maşını satır. Gedir, girir və yaxud da biraz pul düzəldib gedib almaq istəyir. Tövsiyəm budur ki, qardaş, çalışın 500-600 manatdan o tərəfə keçməsin ödənişi. Çünki həmişə çıxıb işləyə bilməyəcəksiniz. Hər gündə çıxıb işləmək olmur. Şəxsən öz payıma danışıram. Yəni mən hər gün çıxıb işləyə bilmirəm. Hər gün 8 saat, 10 saat maşın sürə bilmirəm. Və həmçində siz və bu maşının təkcə gəliri yox, bunun xərcləri də var. Servis günləri olur. Məsələn, adi bir deyirsən, yağ dəyişməyə gedirsən, 2 saat vaxtın gedir və yaxud da adi bir dənə Slesara işin düşüb, əlində iş olur, 3 saat, 4 saat vaxtın gedir. Elə gün, məsələn, məndə Mercedesdə olub, heç bir günə də çatmamışam, bir-iki dənə işin gördürməyi. Yağ dəyişmə, heç yağ dəyişmə tez bazar olan şeylərdir. Nəm Allah köməyiniz olsun, yəni çalışın
böyük kreditlərin altına girməyin. Çünki taksinin qazancı az olan aylar var. O aylardan da biri elə məhz budur. Ramazan ayıdır. Hələ keçən illəri bundan da pis idi. Bu illəri yenə də yaxşıdır. Və qarşıda gələn Novruz bayramı günlərində də digər bayramlardan fərqli olaraq, məsələn yeni ildən falan Novruzda iş çox zəif olur. Çünki cəmaatın çoxu rayonlara üst tutur. Rayonlara gedir. Həm xaricə gedən kimdir, kimin imkanı nəyə çatır. Əsasən rayona getdiyi üçün istər tələbələr, istər yəni universitet bağlı, məktəb bağlı, rayona gedən də gedir rayona. O yüzden iş çox zəif olur. Yəni bunların hamısını nəzərə alın. Məsələn yayda da avqust ayı zəif olur. Sonra yanvar, fevral, yəni yanvar, fevral bilməm gördünüz, görmədiniz, zəif olur. Yəni bunların hamısını nəzərə alın, sonra addımınızı atın. Belə indi Səməd Vurğunla düşək üzə aşağı. Bu arada BYD Destroyer, ümumiyyətlə BYD qrupu yaratmaq istəyirəm. Əsasən də yəqin ki Destroyer Kim Plus sürənlər qoşulmaq istəyər. Əgər qoşulmaq istəyirsinizsə rəylərdə yazın. Əgər tələbat olası, çünki bilirəm ki hardasa nəsə BYD qrupları var, eşitmişəm. Lazım olsa yaradaram. Çünki BYD ilə bağlı şəxsidə çox yazırlar, dəhşət. Yəni vaxt çatdıra bilmirəm. Hər bir sual verir. Yəni baxırsan ki primitiv şeylərdir. Çoxsun videolarda halbuki cavablandırmışam. Bu hardadır, onu necə eləyim, bunu necə eləyim. Çox şeydən, yəni danışmadığım şey qalmayıb BYD haqqında. Bütün hər şey videolarda var. Yəni maşının planşetdə olan menüsündən tutmuş, hansı yağ gedir, nəyi necədir, nəyi necə deyil. Bircə dənə qalıb bu ehtiyat hissələri haqqında bir video çəkəcəm. Onun üçün də bir sponsorlu bir yer axtarıram. Yəni kimsə gəlib çəkdiyim videonun qarşılığını versin. Yəni onsuz aşağı yuxarı qiymətlər hər yerdə eynidir. Yəni hər hansısa bir yeri durub pulsuz reklam eləmək fikrim yoxdur. Amma getdiyim məsələn Avtoprojekt servis, belə deyim, ora getsəz 2 dənə Kim Plus getsəz orada sizə istənilən zapçası tapırlar. Yəni özlərində də olur, olmadıqlarını da sizin üçün gətirirlər. Yəni sizə deyirlər ki, məsələn buferi mən tapmışam, məsələn deyə də indi qiymətini dəqiq demirəm, amma 400 manata, 300 manata, 200 manata gətirək, siz də deyirsiniz ki, gətir. Və yaxud da amortizator deyir ki, məsələn 100 manata məndə var və yaxud da məndə yoxdur, gətirə bilirəm. Taksi pulu da 5 manatdır. Hə, gətir. Yəni can rahatçılığı ilə gedə bilərsiniz. İstədiyiniz zapçası sizin üçün tapacaqlar. Yəni gedib hardansa zapçası alıb, ona da vaxt itirib gəzib axtarmağa ehtiyac yoxdur. Avtoprojektə yaxınlaşırsınız. İstədiyiniz zapçası, sizə lazım olan zapçası özləri düz qoş edirlər. Bax, bu oldu qiymət. Nərmanova 8 manat 60 qəpiyə. Bunu biraz tez versəydi, oradan sağa dönərdim, neysə. Gedək indi Milli Bankın qabağından fırlanaq. Gedək müştərimizi götürək. Gəldik, çatdıq Nərmanova. Sifariş, bilməm, siz fikir verdiniz yoxsa yox, mən fikir verə bilməmişdim. 2 ünvanlıymış sifariş. Müştəri sağ olsun 10 manat verdi. Qiymət 860 idi. Birinci getdik təxminən Qoşa Zapravka tərəfə. Ondan sonra gəldik bura. Məsələn, faizimi çox aşağı sala bilmirəm deyə yenə də bir dənə istəmədiyim sifarişi götürdüm. Bu gündən artıq 2 ya 3 sifarişi imtina eləmişəm. Faizim 98-dən 96-ya düşüb. Faiq Yusufovdan sifariş gəldi. Məhəmməd Adiyə, bilməm,
xalqlara mı tərəf düşür Hadi, yoxsa Əhmədliyə mi düşür? Nəsə götürdüm. Komfort Plus'la 6 manat 60 qəpik. Özdə əmsalına idi, mənim neçə əmsalına idi. Karoç, bu günləri Bolt'un qiymətlərinə nəsə olub? Faktik olaraq. Bilərəkdən qiymətləri aşağı saxlayırlar. Bilməm, Uber'lə olan rəqabətləridir. Bilmirəm, nə oyundur, yəni. Nəsə qiymətlər heç ürək açıcı deyil. Belə sifarişimizi götürək, gedək. Saat da artıq 1'ə işləyib. Böyük ehtimal ki, elə oradan da sonra evə gedərəm bu gedişlə. İnanmıram, ondan sonra sifariş ola, Temboli o tərəfdə. Bir daha xot yoxdur, oradan dur, şəhərə qayıt. Heç bilmək olmaz şəhərdə ondan sonra sifariş olacaq, yoxsa yox. Ki artıq saat 12 keçir, sabahda iş günüdür. Səhv eləmirəmsə. Həftənin 1-ci gündür. O yüzden yəqin ki 12'den sonra həyat sönəcək. Maksimum olsa son 3-5 dənə sifariş qalır, o da mərkəzdən. Onun da acıda mərkəzə qayıtmağa heç dəyməz məncə. Gəldik, çıxdıq Həzəslanova. Qiymət 6.60 idi. İşlər sağ olsun 7 manat ödəyiş edədi. Belə komfortda yandıraq. Məsələn, əmsal hələ də qalıb. Çox maraqlıdır. Həm Həzəslanov xalqlar, həm neftçilər tərəf, həm də şəhərin mərkəzi. Qismət. Yəni, sifariş verənə qədər üzü ev istiqamətində neftçilərə tərəf gedəcəm. Yol üstə versə verdi, verməsə gedəcəm inşallah evə. Saat artıq 1'ə işləyib 10 dəqiqə. Növbəti sifarişimiz elə buradan aralanmadan verdi birin. Buradan qayıtmalıyıq geriyə. Cəmşid Naxçıvanski neftçilərə tərəf, Kakraz evə tərəf. Komfort Plus'la bu sifarişimizi də yerinə yetirək, yəqin ki şabaş. Gəldik, çatdıq Cəmşid Naxçıvanskiyə. Qiymət 4.20. Ödəniş kartdan idi. Bu qaqaş demək cavan uşaqdır, həm maksimum 20 civarında bir yaşı var, həm 18-20 yaş arası. Dedi elektron sigaret çəkmək olar, dedim yox, bir şey yadıma düşdü. Son zamanlar baxıram, demək bu üzərində Bolt'un, Yangon'un reklamı olan bəzi maşınlara həm özləri, həm tək BD-lərdən söhbət getmir. Ümumiyyətlə bu təzə maşınlar əksəriyyətlə, yəni baxdığım bir vacizədir, üstü reklamlı falan. Baxıram ki, özləri də sigaret çəkir. Çox vaxt elə arxada, qabaqda müştərilər də sigaret çəkir. Yəni bu problemi o vaxtda da dəfələrlə videolarımda çatdırmışdım ki, qardaş, çəkməyin. Ən azından özünüz çəkirsinizsə müştəriyə qoymayın. Amma özünüz çəkəndə gərək müştəriyə də qoyasınız. Yəni maşına oturanda artıq bilinir ki, bu sigaret çəkilən maşındır, yoxsa yox. Özün maşının hər tərəfi də, qardaş, kojadır. İndi üzlük çəkdiniz, çəkmədiniz, fərqi yoxdur. Yəni köz düşdü, yandırdı. Bunun altından çıxa bilməyəcəksiniz axı. Yəni maşın öz maşınınız deyil deyə elə yanaşmaq lazım deyil də. Yəni həmən adamlar düşür gəlir mənim maşınıma və məndən də başlayır soruşmağa. Amma hamı yekdilli olaraq, məsələn 3 nəfərdən o yox sözünü eşitsə, 3 dənə taksi şoföründən yox sözünü eşitsə, qardaş o 4-cüdən ucu soruşmayacaq. Biləcək ki, qardaş, sözüm niyə yerə düşsün ki? Heç soruşmayacaq. Çox xahiş edirəm, belə şeylərə riayət eləyək.
Yəni bu həm maşında ailə üzvlərimiz də gedir. Yəni maşınlardan iyi gəlir. Bəzi taksi sürücülərindən eşitmişəm ki, hətta qadınların yanında belə siqaret çəkirlər. Yəni olmaz, mənə görə olmaz. Həm cərimədir, cərimələnə bilərsiniz, ehtiyatlı olun. Həm də ki, yəni çəkməyin də, onların sonra dalğası gəlib bizə də çatır. Bir zəhmət olmasa yəni. Gəlmişdim axır məhəlləyə tərəf. Məhəlləyə tərəf deyəndə məhəlləyə gəlmişdim. Evə. Amma sifariş gəldi. Komfort Plus'dan. Şıxova tərəf 12 manat 30 qəpiyə. Düşündüm ki, onu da icra edim. Neçə vaxt işləmirəm. Oradan da inşallah şəhərdən vurarıq istiqamət evə tərəf inşallah. Demək gəldik, çatdıq ünvana. Ünvan tamamilə səhv vurulub. Təsəvvür edin, mən Sədərək tərəfdən gəlmişəm. Vurulan yer buraydı. Baxın, Şıxovda Green City. Mən bu yolla gəlmişəm Sədərəkdən. Texniki baxış müayinəsinin yanından fırlanıb gəlmişəm ki, Green City'yə gedəm. Buradan təsəvvür edin, dönmüşəm sola. Gedib hardan, nə bilim, bu Akvaparkdan zaten sonra Razvorot var bu burada. Ramadan yanından Razvorot eləmişəm. O bir dənə yol təzədən qayıtmışam bura kimi. Sokarın yanından mı bu indi düşdüyüm yol? Sokarın yanındır. İndi buradan çıxacaq Sokarın yanına. Bu Şıxovdan Badamdara gedən yollardan biridir, amma çox da sağlam vəziyyətdə deyildi. Yəni bildiyiniz qurunta boydu, yəni görə bilərsiniz. Yəni yol bu gündədir. Yola salan da açığı ödənişi ödəmişdi. Demək, qiyməti görə bilərsiniz. 12 manat 50 qəpik idi. 15 manat ödəniş ödənilmişdi. Biraz yüngül narazılıq elədim ki, bu Green City ara, gəldiyimiz yer ara. Dedim, mənə deyərdiniz, mələ Dərnəgüllə Teres kənar dairəvi yolla yox, elə şəhərin içərisi ilə gələrdim. Bu bir də yolda razvorot eləməzdik. Yəni, nə bilim, biraz yolu, biraz razvorotu nəzərə alıb. Özü də 4 manat kartdan karta attı. Nəsə, belə olduğu halda biraz sərf elədi açığı. Saat da oldu, 2-yə qalmış. Bu gedişə təxminən biraz çox vaxtımız getdi. 27 kilometr yol, 29 dəqiqədə vaxtımız getdi. 27 kilometrdən çox oldu əslində. Mən təxminən bir 4-5 kilometrdə bunun üzərinə gələ bilərik mənim razım. Çünki mən bunu elə Green City-nin böyründən olanda gedişi bitirdim ki, fırlanıb gəlib artıq ödəniş yazmasın ki, artıq da faiz ödəməyək. Təxminən bir 40 dəqiqədə bu gedişə vaxtımız getdi. Amma sizə deyim ki, o birilərdən 1000 dəfə qeyrətli oldu, yəni. 19 manata məncə dəyərdi. Heç nə, indi sifarişlər, daha doğrusu kateqoriyalarımızı açaq. Hamısın buradan nə verdi qənimətdir. Bir dənə buradan çıxaq. Beybətdən artıq üzü şəhərə doğru gedəndə istiqamət vuracam evə doğru. Məncə indiyə yox. Maşallah, əmsal harada qalıb. Nə əcəbsə. Nəm şəhərə kimi heç nə verməsə, artıq ekonomu da açacam. Nə versə qənimətdir, üzü evə doğru nəfslərə vuracam. Nə verdi, verməsə, yəni heç dayanmaq da fikrim yoxdur, artıq gecdir. Deba buranı sizə göstərim, Sokar.
Bu Bibeybətdən gələn yoldur. Qabaqdakı svetoforda gördüyünüz Sədərəydən gələn svetofordur. Belə indi həmən svetofordan da geriyə dönək üzü şəhərə doğru. Gedək görək sifariş götürə bilirikmi? İstiqamət vurmuşuq üzü neftçilərə. Bayaqdan vurmuşam, demək olar ki, elə Bibeybət tərəfdən artıq vurmuşam istiqamət ki, başqa tərəflərə heç verməsin də, yəni açıqda bəsdir. Təxminən baxdım 9 saata yaxın yerdə işləmişəm. Demək 1 saat 43 dəqiqə, duranlarda 7 saat 49 dəqiqə. Bu da elə təxminən 9 saat eləyir. Bizim evə də gedib çıxmağımız falan artıq çox olacaq. O yüzden də ekonom özdə Babəkin mən arasına 4 manat 20 qəpik idi nəsə. İmtina elədim o sifarişdən, görə başqa nəsə olurmu? Nəsə bir sifariş götürdüm. Bir dənə də gəldi, onu da imtina elədim. Dalıyca bu sifarişi götürdüm. Səhv eləmirəmsə Qara Qarayev tərəfə gedirik. Xəritədə belə göstərir. Amma mən birinci dəfədə görürüm ki, biz tərəfdə Məhəmməd Səid Ordubadi küçəsi var Qara Qarayevdə. Nəsə onun nə küçəsi mi, onu niyə tanımadım. Özümə də qaranlıq qaldı. Qiymət səhv eləmirəmsə 4.70'dir. Sifariş də ekonom tarifindən gəlib. Gedək müştərimizi götürək. Saray tərəfdədir müştəri. Gedək inşallah evə. Az neftdən o boyda yol girmişəm. Allah'ın olsun. Gün əvvəldən gətirməyəndə gətirmir də. Allah'a qurban olum. Xaqanidə özü də bilmir ardadır. Ağzı söz tutmur. O qədər içib Ramazan ayında ağzı söz tutmur. Gah deyir Xaqani, gah orada hansısa mənlə danışa-danışa hansısa maşının üstünə qaçır. Əqaqa marqat elə, əqaqa o sarı işıqlarını yandır. Yanında kimsə var, o buna ağıl verir, bu ona ağıl verir. Aləm vurduları bir-birinə. Az neftdən 3 kilometr gəlib girmişəm bura. Allah şeytana lənət eləsin. Vallahi gecə başlandı da bu. Hələ bu orucluqdur ya. Üzü yaya və salam. Gecə bu şeylərin piyanskaların əlindən işləmədə bu işi. Özümün. Biri ağzından aşkın bilmir. Biri nə sifariş verib onu bilmir. Biri yerin bilmir. Biri yurdun bilmir. Mənə lazım idi indi bu Nərimanova getməyi. Gedirdim də Gülkümü Qarayeva. Allah'ın olsun. Yazırsınız rəylərdə səbirli ol, nə bilim nə. Alınmır, vallahi alınmır. Yəni, nə boyda səbir sahibi olmalısan ki, yəni bunların hamısına dözəsən. 9 saat işləyirsən, hərə bir tərəfdən əsəb verir adama. Növbəti sifariş, bu da gəl saat 4 dəqiqə gözləyirəm. Sifariş imtina. Allah səbir versin bütün sürücülərə. Və əsasən də bu belə problemlərin 90% ekonomda olur. Qalan 10% digər kateqoriyalar arasında bölüşülür. Yəni 10 problemli müştəriden 9'u ekonomdadır da. Yəni bu məlum məsələdir. O bir nəfər də gah komforta, gah komfortlusa, gah biznesə düşür. Biznesdə olma ehtimalı lap azdır. Komfortda da olur. Nə bilim vallahi özünüz deyin. Yəni mən nə deyim burada?
Vəziyyəti özünüz görürsünüz. İndi müştərdən xahiş eləyə çıxsın. Borculuğuna salmasa yaxşıdır. Prospektə tərəf çıxsaydı yaxşı olardı ki. Kruq vurmazdıq 2 saat. Nəsə, növbəti sifarişdə gördüyünüz kimi komfort tarifindən Cəmşid Naxçıvan çıxıb birbaşa Neftçilərə gedirik inşallah. Qiymət də 7 ödə 30 ödəniş də kartla. Təmiz komfortum bax. Adamı, insanı. Zəhmət olmasa, bəli, buyurun, saxlayın, çox sağ olun, təşəkkür edirəm. Prospektdə də dedim orada çıxdı. Şükür Allah ki, o buru müştərilərin adam belə mədəni müştəri görəndə biraz o bir dənələr adamın yadından çıxır. Belə qiymət 7.30 ödəniş kartla idi. Öyle buradan da təxminən evə bir 500-600 betirdi. Elə məsləhətçisi bu imiş. Səhv mənimdir ki, mən ekonomi açıb başımı xarab edirəm. Qabaqlar heç eləməzdim, prosta dediyim kimi neçə vaxt işləmirəm deyə biraz maddi sıxıntılar var. Həm də turlarda da işləmirəm bu aralar. Daimi işlədiyim şirkətdən ayrılmışam. Çoxu soruşurdu, elə deyirdi. Abi bizi də düzelt, qardaşcan indi özümü düzəldən lazımdır harasa. Hal-hazırda daimi işləmək üçün bir şirkət axtarırım. Düzdür, birini tapmışam, o da ki biraz nadürüst formada işləyir. İşləməyə xoşuma gəlmir. Düzdür, onların həmişə işi var. Çoxdandan onlarla bir dəfə işləmişəm. Köhnə, onların elə bir ki iş paylayanın vaxtında. Turda olanlar biləcək şirkətdən söhbət gedir. Sonra o işi paylayan olan bir 400.000 də cəmaata ziyan vurdu. İçi sürücülərlə şirkətlər qarışıq. Oradan da sonra ayrıldı. Elə kimin biraz payı çatdı, qalan batdı. Nəsə, belə işlər. Gəldi, çatdıq artıq məhləyə. Kıstati, keçən də bu blok. Ora bir dənə müştəri gətirdim. Uzun sözün qısası bir fırıldaqçılıqla rastlaşdım. O da bu belə axırıncı sifarişim idi. Evə tərəf vurdum. Səhv eləmirəmsə yenə də ekonom. O düz oradakı blok. Qaranlığı da göstərə bilmirəm. Düz özdə məhləyə. Ev ikisi də arxada oturmuşdular. Elə ikisi də üzlənirək. Demək, gəldilər, qaba qapını açdı. 50 manatı verdi mənə. 50 manatı qoydum bura. Başladım ciblərimə baxmağa. Ciblərimə baxdım, hoşum. Ciblərimə baxdım, yox, dedim, xırdam yoxdur, xırda verin. Dedi, kartı atarıq. Dedim, hə, at. Dedi, yox, evə çıxım, zərətkəm yoxdur. Bildim ki, biraz fırıldaq söhbət. Dedim, gözləyin, onda mən sizə
Mən sizə elə 40 manat kartınıza ataram. 6 manatı da nağd verərəm. Həmən vaxtı da belə günün yorğun vaxtı idi. Yəni işləyib qutarıb evə gəlmişdim. Çıxartdım onun 50 manatını qaytardım. Buradakı 50 manatı verdim ki ona. Bilirsiniz hansı vaxtda elə bir ki deyəndə ki alabını xırdam yoxdur. Dedi ki kartı atıram, dedim hə gəl onda. 50 manatı qaytardım ona. Sonra deyəndə ki telefonum sönlüdür. Bildim evə çıxacaq, sonra düş onun dalıca. Özdə görürəm necə adamdır. Dedim bəs ehtiyac yoxdur, onda çıxıram sizin pulunuzu. Qaraca 50 manatı ondan almadım geriyə. 50 manatı qoydu cibinə. Mənim də yadımdan çıxdı. Elə oradan biraz tərpəndim. Yadıma 50 manat üçün gəzirəm ki 50 manatı qoyum cibimə. Yoxsa nəsə cibimdən çıxardım, əstəğfurullah. İstəyirdim ki marketə gedirəm, 50 manatı qoyum karta. Lazım olur da benzinə, marketə, ora bura. Nəsə gördüm 50 manat yoxdur. Aşım 50 manat itbat oldu. Onun boynuna da qoya bilmədim. Elə adamın nə boynuna qoyasan, üzr istəyirəm, söysən deyəcək lap elə. And da içmək lazım olsa, nə istəyirsən and içər. O adam halal yolla zaten yaşamayan adamdır. Nəsə bu belə bir 46 manat içkimiz oldu. Həm də pulsuz gəlmiş olduq yolu. Nəsə belə bir 15-20 gün söhbətdə də indi yadıma düşdü, dedim deyim. Pul çıxanda eləyəndə ehtiyatlı olun. Belə qazancımız demək. Gəlin saatlarımıza baxaq. 2 saat 25. Demək 9 saat yarım işlədik. 14 gediş elədik. 14 gediş elədik. Gəlin indi gəlirlərimizə baxaq. Demək 30 manat 60 qəpik bir gün işlədik. 51-80 da dünənləri. İndi burada çay boylu falan filan hamısını açotun eləyəcəyik birazdan. Proqramla sizə göstərim. Qalan da inşallah izləmədə qalan irəliləyən saniyələrdə göstərəcəm hamısını ki, nə qazandıq, nə xərclədik. Gəldik bu da son nəticələrə. Yuxarıda gördüklərimiz bu 15-dən olan gedişlərimizdir və onların qiymətləridir. Bu altdasa yazdıqlarım mənə qalan çay puludur, bəxşiş. Demək, ümumi gəlirimiz, yəni bu gedişlərin ümumi məbləği elədir 86 manat 80 qəpik və 11 manat da əlavə olaraq bəxşişimiz oldu. Faizə getdi təxminən 20 manat 80 qəpik, indi o 70 qəpik də ola bilər, çünki burada bir dənə bir gediş 20% hesablanır Yangoda. Boltda bildiyiniz kimi 24%. Onu çaşdırmayın, 25% deyil, 24% hesablanır. Faizə getdi 20 manat 80 qəpiyimiz. Benzin və amortizasiya xərcləri. Demək, gördüyünüz kimi sürdüyümüz yol 170 kilometr oldu. Və buna 4 litr yarım mənim yanacağım getdi. Və bu da eləyir 7 manat 20 qəpik. Yəni mən bildiyiniz qədəri ilə 95 yanacağından istifadə edirəm. Və beləcə vaxtımız, sərf elədiyimiz vaxt oldu 9 saat yarım. 9 saat yarımdan məncə biraz çox, çünki birinci məsələ Boltda aktiv işlədiyim saatları göstərdim, amma birinci gedişimiz Yangodan olub. Yangoya da orada təxminən müddətimiz gedib də, ən azı bir 20 dəqiqə falan. Təxminən 9 saat yarım 10 saat arası işlədik. Və bu vaxt ərzində 15 gediş elədim. Və bizim yekun qazancımız oldu 62 manat 60 qəpik. Bu oldu bizim nəticələrimiz. Vallahi yəni 15 gediş işləmişim, mənim bu qədər vaxtım gedib. Cəmaət günə 25 gediş, özdə bir gün yox, 2 gün yox. Hər gün bunu necə eləyirsə bilmirəm. Yəni bu
Mənə hələ də sir olaraq qalır. Çox çətindir, Allah köməkləri olsun. Bəlkə də izləyənlərin arasında da onlardan var, amma inanmıram ki, onlar YouTube'da oturub 40 dəqiqə, 1 saat, yarım saat bir videoya baxa bilsinlər. Belə. İndi sizə biraz statistikanı göstərmək istəyirəm. Video çıxmadan öncə artıq 9000 abunəni tamamladıq. 9000 abunəmiz oldu. İnşallah 10.000-ə doğru gedirik və bu rəqəmlərin artmasında inşallah sizdən böyük dəstəyinizi gözləyirəm. Son zamanlar günə təxminən 15-10 video çıxan günləri biraz çox olur. Qalan günlərdə stabil olaraq 10-15 arası gəlir. Bundan çox gecə olacaq, amma yenə də bacaraq bunu bir maksimum 2 ay ərzində bunu 10.000 eləyək. İndi sizə bəzi videoların statistikalarını göstərəcəm. Görəcəksiniz ki, nə qədər izlənmə var. Məsələn, bu video 10 mart çıxıb, günləri 19-udur. 9 gündür. Təxminən 9897 baxış gəlib. Hesab eləyək ki, 10.000. Günə 1000 baxış. Və gəlin baxaq bunun statistikasına. Baxın, görün nə qədər videonu az bəyənməsi gəlir. Demək, bu baxış sayımız, bu baxış saatları, bu mənə bir videodan 9 günə gələn abunəçilərin sayı 10.000 nəfər izləyicidən 67 nəfər. İndi statistikanı göstərəcəm ki, bunların nə qədəsi neçə faiz videoya baxmayanlardır, kanala abunə olmayanlardır. Və $10.47 sentdə ümumi gəlirimiz olub. Baxaq burada bəzi statistikalara. Demək, baxın, bunu göstərmək istəyirdim sizə. Demək, baxış sayının 68,5%. Təxminən bu da elə 10.000-dən götürsək 6850 nəfər videolarımıza abunə olmadan baxırlar. 6000 və abunə olaraq 3160 nəfər təxminən baxır. Yəni bir videodan, yəni bu abunə sayı elə bir asan bir şeydir. Yəni bir videoda mən məsələn 10.000'e ola bilərəm. Yəni o 6000 nəfərdən 1000 nəfər abunə olsa, abunə olmaq olar. 1000 nəfər də olmasa, bir 500 nəfər olsa hər videodan, yəni belə olmaz. Yəni 10.000 nəfərdən cəmi 67 nəfər yeni abunə olub. Təsəvvür edirsiniz, yəni statistika bu qədər aşağıdır. İndi sizə like'ların sayını göstərəcəm. Bu da bizi izləyənlər də Azərbaycan, Rusiya, Böyük Britaniya, Amerika, Türkiyə və s. İzləyənlərin 98,2%-i kişilər, 1,8%-i qadınlardır. Burada da yaş hədləridir. Buyurun, baxa bilərsiniz. 474 nəfər bəyənib. Yəni bu 5% deməkdir. 5%. Yəni 7 nəfər dislike eləyib, kimlərdir? Bundan ötən videonu 11 nəfər dislike eləyib. Burada 14 nəfər dislike eləyib. Dislike'larımızı da görürəm. Yəni kimlərin olduğunu bilinmir əlbəttə ki, amma like'lar, dislike'lar görsənir. 474 nəfər. Yəni bir 10% bəyənsəz bu videonun 1000 like olmalıydı. 474, yəni necə deyim sizə? 100 nəfərdən cəmi 5 nəfər bəyənir və yaxud da bəyənmir. 100 nəfərdən. Yəni 100 nəfərdən heç olmasa 10 nəfər olsa, bu video daha çox like gəlsə, video daha çox insanın qarşısına çıxacaq və baxış sayımız, abunə sayımız ondan da çox olacaq. Yəni videoya baxırsınız, bir bəyənməniz çox böyük bir rol oynayır hər video üçün və mənim üçün də ələxüsus. Belə, nəsə sizi çox yormaq istəmirəm. Bu videomuzdan da bu qədər. Allah hamının ruzusunu yetirsin. İnşallah gələn videolarda səslənərik. Sağ olun.